Bismillah, elhamdülillah, alemler Rabbi olan Allah həmd olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun sahabələrinə və qiyamət gününə qədər onun arca gözəl şəhid edənlərə Allahın salamı olsun. Əvvəla Allah subhanət hələ həmd olsun ki, Allah subhanət müvəffəq elədi. Bir yerdə yenə cəm olmağa, bir yerdə olmağa, mübarək ayda Allah subhanət halanın buyurduğu bu mübarək bərəkətli günlərdə bir yerdə cəm olmağa, bu Allah subhanət halanın lütfüdür, fəzilətidir, istədiyinə bəxş eləyir. Hansı ki, Allah subhanət hala Quran-ı Kərimdə buyurur ki, Zəlikə fadlullahi yu'tihi mən yəşə. Bu Allahın fəzilətidir, lütfüdür, istədiyinə bəxş eləyir. Əlhəmdə ki, Allah subhanət hala bu neməti bizə bəxş eləyib. Ümumiyyətlə, qardaşlar, Allah subhanət hala qullarına nemət verəndə onu üzərində görmək istəyir qulların, sevir ki, o nemətləri qullarının üzərində görsün və yaxud da qullarını o nemətlərin üzərində görsün. Və əlhəmdə Allah subhanət halaya nemətlərinə şükr eləmək də Allah subhanət halanın bizim üzərimizə görmək istədiyi nemətlərdəndir. Və həmçində qardaşlar, bilməmiz lazım olandır ki, Allah subhanət hala nemətlərlə yanaşı bəlaları da var, müsibətləri də var. Hansı ki, insanlar, bir çoxlarımız xəbərsiz halda o bəlalara, həmin o müsibətlərə düçar oluruq. Bəzən özümüz də bilmədən və yaxud da bilərəkdən belə görürsən ki, o bəlalara, o müsibətlərə düçar oluruq. Və Ramazan ayı təbii ki, fürsətdir ki, şeyxin dediyi kimi bir məktəbdir. Yəni, o pisliklərdən, o xəstəliklərdən, pis vərdişlərdən qurtulmaq üçün nədir? Bir fürsətdir ki, insan istifadə eləməlidir. Çünki Ramazan ayı gələndə o bəlalardan, o müsibətlərdən qurtula bilməyən insan başqa vaxt heç vaxt qurtula bilməyəcək. Və əgər ibadətlərin qəbul olmağını bilmək istəyirsənsə, ümrə kimi, həc kimi, Ramazan orucu kimi ibadətlərin qəbul olmağın və sənin orada xeyirlə çıxmağı bilmək istəyirsənsə, bax, həmin Ramazandan əvvəlki halva və Ramazandan sonraki halva ki, səndə necə dəyişikliklər olub. Hansı ki, o vərdişləri tərgizmisənmi? Məsələn, görürsən, insan var, qeybət eləyir, insan var, sigaret çəkir, hətta görürsən, neçə illərdir namaz qılan qardaşlar var, görürsən ki, pis vərdişlər var, sigaret çəkir, yalan danışır, görürsən, əsəbləşəndə söyür. Yəni, insan o pis vərdişləri tərgizmək üçün nədir? Bir fürsətdir. Allahın izinə. Və həmçinin də bu gün qardaşlar toxunmaq istədiyim ən böyük bəlalardan, ən böyük müsibətlərdən biri də nəmmamlıqdır. Hansı ki, nəmmamlıq elə bir bəladır ki, qılıncdan itidir. Qılıncdan itidir. Görürsən ki, o elə insanı elə kəsir, elə doğrayır, elə bir hala salır ki, insan bəlkə də qılınc yarası sağalar, amma görürsən ki, nəmmamlığın açdığı fəsadlar, onun vurduğu zərərlər düzəlmir. Çünki Şeyx Salih Fovzan, Allah onu qorusun, nə deyir? Deyir ki, belə bir deyim var ki, nəmmamın bir saatda etdiyi fitnəni, fəsadı, zərəri, törətdiyi fitnəni, fəsadı, deyir, sehirbaz bir ildə eləyə bilmir. Fikir ver. Deyir, nəmmamın bir saatda vurduğu zərəri, törətdiyi bəlanı, deyir, sehirbaz bir ildə eləyə bilmir. Yəni, nəmmamlıq o dərəcə böyük bir şeydir. Və bəzən nəmmamlıq elə bir xəstəlik ki, qardaşlar, iki ölkəni, iki şəxsi, iki müsəlmanı bir-birinə vurmaq üçün qılıncdan, yəni onları bir-birinə öldürtmək üçün qılıncdan, silahdan heç istifadə eləməyə ehtiyac yoxdur. Görürsən ki, elə bir sözü, nəmmamlıq nədir, qardaşlar? Bir sözü birindən götürüb, digərinə aparmaq, fitnə fəsad yaymaq məqsədi ilə aparmaq. Fitnə fəsad yaymaq məqsədi ilə sözü başqa birisindən götürüb, digər birisinə aparmaqdır. Görürsən, aparırsan, elə olur ki, sən onu ilə həmin sənin elədiyin o əməl sanki şad xəbərmiş kimi götürürsən, çatdırırsan başqasına. Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, وَلَا تُتِعْ كُلَّ هَلَّافٍ مَّهِينٍ هَمَّازٍ مَّشَّاءٍ بِنَمِيمٍ. İtaət etmə deyir, hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedikodu yayana. Subhanallah. Allah Subhanahu deyir ki, onlara inanma, onlara itaət eləmə. Yəni, bizim dilimizlə desin, onun ipi ilə quyuya enmə. Çünki elə insanlar nədir? Fasik kimsələrdir. Bəzən görürsən ki, bir xəbəri eşidir, sanki şad xəbərmiş kimi, müjdəli bir xəbərmiş kimi birindən digərinə çatdırır. Dözə bilmir, ürəyi partlayır ki, o içində o sözü saxlaya bilmir. Və gedir, bəzən ola bilər, görürsən, iki qardaşdır, bir-biri ilə mübahisəsi olur, qəzəbinə görürsən, hər hansısa bir kəlməni deyir. Və bilirsən ki, təbii ki, o insanın hirsi soyuyanda o peşmançılığını çəkəcək. Bəlkə də gedib halallıq istəyəcək, üzr istəyəcək, tövbə eləyib Allahdan bağışlanma diləyəcək.
və sən sanki o fitnəkar olan biri, nəmmamlıq eləyən biri, onu tutur, sanki dediyim ki, müjdəli bir xəbərmiş kimi gedir, qarşı tərəfə deyir. Və qarşı tərəfdə də nə olur? Həmin insana qarşı nə olur? Bir kin, bir küdurət, bir nifrət yaranır. Hansı ki, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Ya eyyuhellezine amenu in ca'akum fasiqun binaba'in fatabayyanu." Allah Subhanahu buyurur ki, ey iman gətirənlər, bir fasiq sizə xəbər çatdırdığı zaman onu araşdırın. Bir fasiq, nəmmam da fasiqlərdən bir fasiqdir. Hansı ki, xəbər çatdıranda onu araşdırın. Sələflər nə edərdilər? Kimsə gəlib onlara deyəndə ki, sənin qardaşın, sənin haqqın filan kəs sənin haqqında belə bir söz dedi. Onlar nə edirdi? Deyirdi ki, şeytan səndən başqasını tapmadı ki, o xəbəri göndərməyə, gətirməyə. Şeytan səndən başqasını tapmadı. Subhanallah gör, şeytan səni özünə əlaltı eləyib. Şeytan səni özünə əlaltı eləyib, amma sənin xəbərin yoxdur. Deyir, şeytan səndən başqasını tapmadı ki, göndərməyə, o xəbəri yaymağa, deməyə, çatdırmağa, fitnə fəsanat öyrətməyə. Hansı ki, Allah Subhanahu taala Quran-ı Kərim buyurur ki, əgər iki müsəlman qardaşınız vuruşarsa, onları neyinin barışdırın. Amma sən neyinirsən? Onların arasını vurmağa çalışırsan. Hələ vuruşanları bir qıra qalsın, danışanların arasını vurmağa çalışırsan. İstəyirsən ki, neynəyəsən? Onların arasını vurasan. Qoymayasan, bir yerdə olsunlar. Çünki içində həsəd var, paxıllıq var, nifrət var. İki mömin qardaşı bir yerə görəndə sən həzm eləmirsən. Hamısı nədən əmələ gəlir? Həsəddən. Qarşı, həsəd, kin, paxıllıq elə bir xəstəlikdir ki, insanı elə bir səssiz, sinsi gələn bir xəstəlikdir ki, Habili Qabili öldürtdürdü. Yusuf Əleyhisselamın qardaşlarını Yusuf Əleyhisselam düşmək elədi. Həsəd elə bir xəstəlikdir. Hələ doğmanı doğmaya öldürtdürürsə, doğmanı doğmaya düşmən eləyirsə, gör yadı necə. Alimlərdən deyir ki, hər bir insanın içində paxıllıqdan, həsəddən bir pay var. Hər birimizdə var. İnsanıq. Yəni insanlıq halıdır, ola bilər. Amma deyir, yaxşı insan deyir, onu içində boğur, öldürür. Amma xəbis insan inir, onu üzə çıxardır. Və həmçinin qardaşlar, bəzən nəmmamlıq eləmək istəyən, qeybət eləmək istəyən özündən o qeybətə ad verir. Allah sonra Quran-ı Kərimdə buyurur, "Lə təlbisul haqqa bil batil." Haqqa batil də onu geyindirmir. Bəzən görürsən ki, özündən ad verir, özündən bəzi şeylər deyir, Allah qeybətə yazmasın, lazım olsa üzünə də deyərəm. Falan. Bu kimi sözlərdən sanki belə desə, Allah qeybətə yazmasın desə, o qeybət olmayacaq. Mələklər onu qeyd eləməyəcək. Sanki elə düşünür ki, o buna desə, mələklər qeyd eləməyəcək. Mələklər qeyd eləyəcək. Bizim çiynimizdə olan mələklər var ki, nə olsa hərfinə qədər, hərf bə hərf nədir qeyd edirlər. Sən elə düşünmə ki, sən desin ki, qeybətə yazmasın, qeybət eləmək üçün demirəm, üzünə də deyərəm, falan filan. Bil ki, vallahi onu mələklər qeyd edir. Və alimlər deyirlər ki, qiyamət gün o qədər əməllərimiz olacaq ki, nəsiyyət adı altında, araşdırma adı altında deyir, danışdığımız kəlmələr olacaq ki, qiyamət gün nəmmamlıq, qeybət olaraq qabağımıza qoyulacaq. Qeybət olaraq qabağımıza qoyulacaq, qarşımıza qoyulacaq. Qeybət elə bir xəstəlikdir ki, nəmmamlıq elə bir xəstəlikdir ki, onun kəfarəsi yoxdur. Görürsən, hər bir şeyin kəfarəsi olur. Amma sən fərqinə varmadan bir dənə kəlmə deyirsən, bir qardaşdan digər qardaşa bir xəbər aparsan, görürsən ki, fitnə fəsad törədirsən, iki qardaşı, iki nəsli, bir çox insanları iki kəndə bir-birinə neyinirsən, düşmən eləyirsən. Bir dənə sənin nədir? Elədiyin nəmmamlığa görə, söz gəzdirməyə görə. Şeyx Salih Fovzan, Allah onu qorusun, buyurur ki, müsəlman deyir, nəmmamlıqdan ciddi şəkildə deyir, çəkinməlidir. Nəmmamlıq odur ki, insanlar arasında söz daşıyıb, onların arasını vurmaq, aralarında fitnə və düşmənçilik salmaq üçün danışılan sözü birindən digərinə çatdırmaqdır. Halbuki deyir, müsəlmandan tələb olunan insanların arasını islah etmək, barışıq yaratmaqdır. Amma deyir, nəmmam neyinir? Nəmmam onun əksini edir. Çalışmaq lazımdır ki, insanların arasını islah eləyəsən, düzəldəsən, amma nəmmam neyinir? Nəmmam bunun təmiz əksini eləyir. Münasibətləri korluyur. Fitnə fəsad törədir. Həmçinin də şeyx davam elə buyurur ki, nəmmamlıq qəbir əzabının gəlməsinə səbəbdir. Nəmmamlıq insana qəbir əzabının verilməsinə
səbəbdir. Həmçinin bir hədisdə gəlir ki, Səmura ibn Cündub radiyallahu anhdan gələn rivayət olan hədisdə buyurur ki, Allah Rəsulü sallallahu əleyhi və səlləmə bərzaq aləmində, yəni qəbr aləmində qorxunc və şiddətli əzaba məruz qalan bir kişi göstərildi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə qəbr həyatında olan və orada şiddətli əzab olunan bir kişi göstərilir. Bir kişi göstərilir. O deyir, arxası üstə uzadılmışdı. Üzü yuxarı, arxası üstə uzadılıb və deyir, onun başının üzərində də biri dayanmışdı. Biri dayanmışdı. Əlində də heyvanı asmaq üçün qarmaqdır. Heyvanı asmaq üçün bir qarmaqdır. Əlində deyir, onu keçirdir. Qarmağı həmin kişinin ağzına və deyir, onu cırır, aparır boynunun arxasına qədər. Sonra deyir, gətirir, keçirdir burnuna. Burnundan cırır, aparır yenə eyni şəkildə boynunun arxasına qədər. Sonra deyir, həmçinin keçirdir, deyir, gözünə həmin qarmağı. Deyir, keçirdir, cırır, aparır boynunun arxasına qədər. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu dəhşətli hadisəni görəndə soruşur ki, bu nədir? Ona deyilir ki, bu insan evindən çıxıb yalan danışan və yalanın deyir, üfüqlərə qədər deyir, yayılan kimsə idi. O qiyamət gününə qədər belə əzab olunacaq. Ki, evindən çıxır, deyir, yalandır. O qədər yalan danışır ki, Allah sonra bir ayətdə nə dedi? Yalan tez-tez and içənə, yalan danışana. Görürsən ki, yalan danışır, deyir, o qədər yalan danışır ki, hətta deyir, onun yalanı deyir, üfüqlərə qədər ucalır. Yəni, çoxalır. O qədər çox olur. Hətta bəzən o qədər yalan danışır, özü belə öz yalanına inanır. O qədər yalan danışır, özü belə bəzən öz yalanına inanır. O qədər bəzən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hansısa bir günahı, hansısa bir tövbəni vəsf edən nə deyir? Deyir, qardaşınız elə bir tövbə ilə tövbə edib ki, onun deyir, tövbəsi Mədinə aparılsın, cənnətə girərdi. Və yaxud da günahı vəsf edəndə ki, o elə bir günahdır ki, onu deyir, dənizə töksün, dənizi bulandırar. Görsən, yəni bunun da yalanı o qədər böyüdür ki, o qədər çox yalan danışır ki, üfüqlərə qədər olsun. Yəni yeri göyə əhatə edir. Yəni o qədərdir. Bir dənə hələ fikir ver, yalanı. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Hər kəs deyir, səhər evindən çıxanda, ya deyir, nəfsini azad eləyir, ya da deyir, onun əsiri olur, onun köləsi olur. Zay eləyir. Və elə insanlar səhər evindən çıxıb, nəfsini zay eləyən kimsələrdəndir. Hansı ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisdə buyurduğu kimi, hər birimiz evimizdən çıxanda gündəlik ya xeyirlərlə, ya şərlərlə qarşılaşırıq. Ya xeyirlə, ya şərlə. Ya görürsən ki, şərdən uzaq olub, nəfsimizi azad edirik, xeyir qazanırıq, ya da nəfsimiz qarşısında, şərrin qarşısında yenilirik, məğlub oluruq və həlak olanlardan oluruq. Hətta deyir, Şeyx Salih Fovzan buyurur ki, hətta deyir, namamlıq insanlar arasında deyir, bir müharibə, bir savaş başlada bilər və insanlar arasında söz daşımaq qətlin baş verməsinə səbəb ola bilər. Ona görə namamlıq böyük bir şər və çox təhlükəli bir əməldir. Bu səbəbdən hədisdə buyurulmuşdur ki, nəmmam cənnətə girməz. Subhanallah. Nəmmam cənnətə girməz. Bəzən qardaşlar, biz bir əməli eləyəndə onun fərqinə varmırıq. Şeytan hər birimizə günahı günah kimi göstərsə, biz o günahı eləmərik. Şeytan o günahı elə bəziyir, göstərir ki, sən o günahı eləndə onun günah olduğunu fərqinə varmırsan. Onun günah olduğunu fərqinə varmırsan. Və Allah Subhanahu taala şeyxlərdən buyurur ki, əgər Allah Subhanahu taala sənə bir bəla veribsə, yəni sənə bir bəla verdiyini bilmək istəyirsənsə, bax gör, elə bir günah var ki, böyük bir günahlardan sən onu tərk eləyə bilmirsən. Əgər hər hansısa bir günahı tərk eləyə bilmirsənsə, ondan asılı qalmısansa, ondan qopa bilmirsənsə, bil ki, Allah sənə bəla verib. Əgər sən bir günahı tərk eləyə bilmirsənsə, bil ki, artıq sənə Allah bir bəla verib, bir müsibət verib. Səni müsibətə düçar eləyib ki, sən o xəstəlikdən qurtara bilmirsən. Yəni, insan bəzən zahirə allanır, bəzən insan özündə günah görmür. İnsan elə bir məxluqdur ki, pisliyi özünə qondurmur. Məsələn, biz burada danışanda deyək ki, nəmmamlıqdan danışırıq. Məsələn deyək də, hər birimiz başqalarını fikirləşirik. Filan kəs səbəbidir, siqaretdən danışsan filan kəs siqaret çəkir, nəmmamdan, filan kəs bir nəmmamdır, yalandan, filan kəs bir yalandır, qeybət. Amma xeyir əməldən danışsan, gecə namazından, sədəqədən, zəkatdan, filandan hər kəs özünü düşünür. Hə, mən bu deyək sədəqə, mən gecə namazına dururam, mən beləyəm, deyək mən Quran oxuyuram. İşte, heç kim pisliyi özünə qondurmur.
Hamı başqasını fikirləşir. Amma hər kəs həqiqətən də özündə olanı görsə, özündə olanı düzəltsə, islah olacaq. Sən nə qədər ki, günahdan danışır, başqasını düşünsün, sən islah ola bilməyəcəksən. Sən islah ola bilməyəcəksən. Çünki sən özündə zaten günah görmürsən. Özündə günah görməyən insan necə islah ola bilər? Yəni, bir insan bidətə düşəndə, görsən bidətdən qurtula bilmir. Niyə? Alimlər nə deyirlər? Deyirlər ki, razıyıq, oğlumuz zinakarla oturub dursa, amma bidətçi yox. Çünki bidətçi özün doğru sayır. Özün haqq bilir deyənə. Ona görə bidət digər zina günahından pisdir. Oğurluqdan pisdir. Çünki oğurluq elədiyini deyəndə inkar eləmir. Deyir ki, pis əməldir. Sən ged bir zinakara deyilən ki, elədiyin əməl deyəcək pisdir. Oğru deyəcək pisdir. Yalan danışma deyəcək pisdir. Heç kəs elədiyi günahın yaxşı olduğunu demir. Amma bidət elə bir günahdır ki, elə bir bəladır ki, onu bidət eləyən deyirsən, elədiyin pisdir, deyir ki, yox, mən düz eləyirəm. Görsən? Ona görə o insan pisliyi özünə qondurmayan insan da bax elədir. Özündə günahı görmür deyənə, ona görə islah ola bilmir. Ona görə düzələ bilmir. Və Allah Subhanahu taala istəyir ki, Allah Subhanahu taala bizi bu belə bir pis xəstəlikdən qorusun. Allah Subhanahu taala bizə fürsət versin ki, üzərimizdə olan hansı ki, bu belə bir xəstəliklə belə sifərişlərimiz varsa, onları tərk eləyək, uzaqlaşaq. Allah Subhanahu taala bu ayı bizdən qəbul etsin. Allah Subhanahu taala elədiyimiz ibadətləri, duaları bizdən qəbul etsin. Həqiqətən qardaşlar, fürsətdir. Pis əməllərimiz, pis vərdişlərimiz varsa tərgizmək üçün, özümüzü islah eləmək üçün. Allah Subhanahu taala istəyirəm ki, Allah son qardaşımızın məclisini xeyirli, bərəkətli eləsin. Allah Subhanahu taala eşitdiyi faydalardan eləsin. Və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və səhbihi və səllim.